122-ci sual. Baxın, yenə də AB kiçikdir 0. Buradan bir işarə demək olmaz. A kub B C üstü 4 kiçikdir 0. Rahatlıqla C-ni mənfi deyə bilərəm. Niyəsini deyəcəm sizə. C üstü 5 kiçikdir 0. Baxın. Buradan bir işarə demək olmur. Amma burada olur. Burada olur. C üstü 4 müsbətdir. İstənilən halda C mənfi də olsa, müsbət də olsa. Demirəm ha, C mənfidir, müsbətdir. C üstü 4 müsbətdir. Müsbəti nəyə vuranda mənfi eləyir? Mənfiyə. Deməli, bu A mənfidir. Niyə A mənfidir? Çünki onun kubu da mənfi olacaq, vuranda kiçikdir 0 olacaq. A-nı tapdım. A mənfidir, amma A üstü 6 müsbətdir. Müsbəti nəyə vuranda 0-dan kiçik olur? Təbii ki, mənfiyə. Deməli, C də mənfidir. Mənfi üstü 5 itməyəcək, mənfi qalacaq. Gəlirəm bura. A mənfi idi. Onda B müsbətdir ki, bunların hasili 0-dan nədir? Kiçikdir. A, B, C. İşarələr belə olur. A mənfi, B müsbət, C mənfi. Mənfi, müsbət, mənfi. Cavab olur C variantı. 123-cü sualımız. 123-cü sualda yenə də AB kiçikdir 0. A üstü 4, C üstü 3 kiçikdir 0. AC kvadratı kiçikdir 0. Baxın. C kvadratı müsbət ədəddir. C-ni demirəm, C kvadratı. Onda A mənfidir. Çünki hasili mənfi olub. A üstü 4 müsbət ədəddir. Bəlli, A-ya mənfi deyirsən A üstü 4. Bəli də. A mənfi ola bilər. Üstündə 4 varsa o müsbət olmalıdır. Onda bu burada müsbətdir. Müsbətdirsə, hasili mənfidirsə, deməli C mənfidir. C-nin də üstə 3 var. O da müsbətdir. Xeyr, olmaz. Niyə? Çünki üstündə 3 mənfini itirmir. A nətər ədədi idi? Mənfi. Hasili kiçikdirsə 0-dan B nətər ədəddir? Müsbət. Deməli, A mənfi, B müsbət, C mənfi. Yenə də eyni şey oldu. Mənfi, müsbət, mənfi, mənfi, müsbət, mənfi. Mənfi, müsbət, mənfi oldu. C variantı yenə də. 123-cü sualımızın cavabı.